Təzə-təzə özünə gələn Milan yenə deyəsən çox ağır bir qəzaya uğradı. Ən tənbəl oyunçu Rafael Leao ilə Theo Hernandez var, hansılar ki, ümumiyyətlə öz aləmlərində yaşayırlar. İşlər düz getməyəndən sonra bu iki oyunçu məşqçini bir növ avtobusun altına buraxırlar, məşqçiyə qarşı çıxışlar eləyirlər. Hər şey onunla bitir ki, Paulo Fonseca qalmaqallı şəkildə Milandan ayrılır. Bilməm o qəzəbi içində saxlayıb Lyonda partlatdı, ona görə 9 aylıq cəza aldı yoxsa yox. Milanın bu krizisli mövsümündə tək işartı, tək ulduz, möhtəşəm mövsüm keçirən Reinders var. 8-10 mövqeyində oynayır. Düşünün ki, komanda elə Leao kimi tənbəl, komanda işləməyən Joao Felixi icarəyə götürür. Nəticədə Joao Felix oynayanda 10 nömrə mövqeyində oynayır və sən məcbur olursan ki, ən yaxşı oyunçu Reindersi arxaya çəkəsən. Milanda çox qəribə bir struktur dəyişikliyi olmuşdu. Komandanın rəhbərliyi əvvəlcə Elliot şirkəti idi və Elliot çox uğurlu şəkildə Milanı bir növ dibdən çıxarıb, hətta çempion eləmişdi. Sonradan Elliot şirkəti Amerika Birləşmiş Ştatları iş adamı Jerry Cardinale'nin rəhbərlik etdiyi Redbird şirkətinə Milanı satır. Satış qiyməti 1.2 milyard dollardır. Qəribə odur ki, pulun yarısından çoxunu 650 milyon dollar 7%-lə Redbird həmin Elliot şirkətindən almağa razılaşır və bu fəsadları nədir? Milan CEO-su Elliot şirkətinin nümayəndəsidir və eyni zamanda Jerry Cardinale-dəki Milan klubuna rəhbərlik eləyir.